Azərbaycan Milli Xalça Muzeyinə daxil olan zaman sanki rənglərin və naxışların sehirli dünyasına qərq olursan. Burada sərgilənən xalçalar isə mədəniyyət tariximizi özündə qoruyub yaşadan ən dəyərli sənət nümunələrindəndir. Qarabağ xalçalarının bənzərsizliyi isə bu gözəlliyə tam fərqli bir görkəm qatır. Bu xalçaların incəliyi, rəng harmoniyası, böyük ölçülərdə toxunması onu digər xalçalardan fərqləndirən əsas cəhətlərdəndir. Elə isə gəlin hər ilməsində Qarabağ tarixini qoruyub yaşadan bu xalçalarla daha yaxından tanış olaq. 1967-ci ildən sonra mərhum Lətif Kərimov tərəfindən toplanılan deməli nümunələr və sonraki dövrlərdə də Qarabağ xalçalarından nümunələr muzeyin fonduna toplandı. Qarabağ xalçalarının mən biraz xüsusiyyətindən danışmaq istəyirəm. Qarabağ xalçaçılığında çox zəngin bədii texniki ənənələr var. Bu bir. İkincisi, Qarabağ xalçaçılığının özünün daxilində 3 böyük qrup var. Bu qrup biri Cəbrayıl qrupudur, Şuşa qrupudur və Qarabağ adı ilə yəni, ifadə olunan bir qrupdur. Malıbəyli xalçası Qarabağın ən ünlü xalçalarından biridir. Yəni Malıbəyli xalçasını biz təkcə bizim muzeyimizdə yox, bu gün dünyanın istənilən deməli, tekstil muzeylərində, böyük qaleriyalarda, böyük kolleksionerlərin kolleksiyasında bizim Malıbəyli xalçasını görə bilirik. Qasım Uşağı xalçası son illərin demək olar ki, ən çox adı çəkilən xalçadır. Bu da Laçının azad olmasından sonra daha da populyarlaşdı. Çünki Qasım Uşağı xalçası Qasım Uşağı ailəsinin yaratdığı bir kompozisiyadır. Bu Laçında yarandı və bütün Qarabağın ətəklərinə, Cəbrayıla, hətta Lənkərana qədər gelib çıxan bir ərazidə yayılmağa başladı. Qırmızı, mavi, yaşıl və sarı rənglərin xüsusi ahəngi müşahidə edilən Qarabağ xalçalarının üzərində nağıllardan, dastanlardan gələn sujetlər də yer alır. Məsələn, bu xalçaya diqqət etsəz, görəcəksiniz ki, Qarabağlıların bu süfrə mədəniyyəti, dincəlməyi, onların bu xalçanın adını Əyan Məclisi qoymuşuq. Yəni, burada artıq tanınmış şəxslərin adları da yazılıbdır və bu xanlar oturub Əyan Məclisi quraraq deməli, öz həyatlarından söhbətlər açırlar. Baxın, ona görə Qarabağda xalçaçılığın stilizasiyaları mərtəbəlidir. Biz orada istər ornamental, istər sujetli, istər digər motivlərdə kompozisiyalarla rastlaşa bilirik. Artıq bizim muzeyimizdə 17-ci əsrin Qarabağa aid olan əjdahalı xalçaları da nümayiş olunur. Yəni, bu günləri həm araşdırıcıların, eyni zamanda xalça sevərlərin diqqət mərkəzindədir. Gördüyünüz bu xalça 17-ci əsrə aiddir. 17-ci əsrin 70-80-ci çağlarında toxunan xalçalardandır. Və bu xalça Azərbaycan Milli Xalça Muzeyi tərəfindən deməli, alınan xalçalardandır. Eyni zamanda saray artıq burada çeşid dəyişir, ölçü dəyişir. Texniki standartlar burada çox klassikdir. Eyni zamanda yenə də Xətai kompozisiyası ənənəvi olaraq əjdaha obrazı ilə bu xalçalarda yaşayır. Bugün elə Azad Qarabağda da xalçaçılıq ənənələrinin yenidən dirçəldilməsi istiqamətində mühüm işlər görülür. Qədim texnikalar qorunur, yeni nümunələr ərsəyə gəlir, bənzərsiz naxışlar yenidən canlanır. Bu təşəbbüslər sayəsində qorunub yaşadılan tarix isə mədəniyyətimizi və kimliyimizi qoruyaraq gələcək nəsillərə ötürülür. Fidan Eldarova, Əli Abbasov, Səhər Çağı.